Bir gün Akşin Yenisey bir məqalə yazır və o məqalədə qeyd olunur ki, Səməd Vurğunun yazdığı şeirləri mənim nənəm də yazar. Bir neçə müddət sonra Səməd Vurğunun oğlu mərhum şair Vaqif Səmədoğludan müsahibə götürəndə ona sual verirlər ki, sizə görə Azərbaycanın ən böyük şairi kimdir? Vaqif Səmədoğlu qayıdıb deyir ki, Akşin Yeniseyin nənəsi. Nəysə, sözümüz bunda deyil. O vaxt Ədil İskəndərov Səməd Vurğunun Vaqif poemasını pyes halına çevirirlər, yəni səhnələşdirirlər. Onları sevməyən bir qrup şəxs Mircəfər Bağırova Danos yazır ki, Vaqif pyesindəki əslində sənin prototipindir. Onlar səni cəmiyyətə belə tanıtdırmaq istəyirlər. Mircəfər Bağırov da xəbər göndərir ki, premyera günü heç kəs olmayacaq, tək mən baxacam tamaşaya. Həmin gün Ədil İskəndərov və Səməd Vurğun evdəkilərlə sağollaşırlar. Çünki onlar elə bilirdilər ki, bu onların son günü olacaq və tamaşadan sonra Mircəfər Bağırovun əmri ilə onları aparacaqlar. Amma tamamilə əksi olur. Mircəfər Bağırovun tamaşa çox xoşuna gəlir. Hətta Ədil İskəndərova da tamaşanın səhəri günü xidməti maşın hədiyyə olunur. Belə.